Herkes salam uşaqlar, necəsiniz vardı? Ümid edirəm ki, yaxşısınız. Bugün sizlərlə bir yerdə mükəmməl bir video ilə qarşınızdayım. Uşaqlar, bugünkü videomuzda nə edəcəyik? Sizlərlə bir yerdə, yəni partda deyişən bir dənə hassasiyyət yoxlayacağıq. Like atıb abunə olmağı unutmayın. Belə videoların davam gəlməsi üçün bildirimlər zilini açsanız mən video atdıqda xəbərdar ola bilərsiniz. Çıxmışam sərinlikdə uşaqlar, bir dənə sərinlik yerdəyəm, ağacın altında ilə. Megabaytım var. Əlaca. Mükəmməl bir dənə hassasiyyət tapmışam. İstədim bunda videosunu sizlərlə çəkim. Prosto bir dənə belə mənfi cəhəti var. Bilirsiniz, çox gün olan yerdə ekran parlaqlığı az qalır da. Yəni görənmirəm mən ekranı bu dəqiqə normaldır. Görək bir şeylər eləməyə çalışacağıq yenə də. Amma yaxşı sərinlik həqiqətən düzdür, quş səsləri falan da düşür. Olsun da tovuzumuzun gözəl səsi idi deyəcəkdim. Heç başlamamışından birini otuzdurdum. Dakika bil qorbe yedim. Yeyə danışıram özdə. Hər neysə. Uşaqlar, bilmirəm, hər halda rəqib Azərbaycanlı da ola bilər, Rus da ola bilər. Görək nə edə bilirik. Qaçdıq. Həqiqətən ekranı zəif görürəm. Ona görə də yaxşı oynayamıram. Açıq vermir rəqib. Rəqib də biraz elə buz arxası oyuncudur. Amma açıq vermir. Qaşay, yox. Yesə gündür girməməyimə baxmayaraq, yəni əli öyrəşib də azmaz əyilib buzu falan ata bilirəm. Ən azından yəni oynaya bilirik, ən azından buz ata bilirik. Görək bir dənə nə edə biləcəyik. Allah, quşların da səsi beynimə düşdü ilə. Rəqib, gəldənə bir dənə vuraq, mən mi gəlməliyəm? Qorxuram bir dənə tariyə, yoxsa ilə qaçıya bilərəm. Özdə biraz çox gizlənir, həqiqətən. Yelək, dəymədi. Dəymədi. Ona bax, gah uza keçir, gah buza gedək, yəni raşlayaq. Dəymədi. Ay, nağardın qaqa, yelək getdi, ay qaqa. Oy, qəşək. Uşaqlar, orada 50 reflekslərim sayəsində yenə bir dənə həm kafa vurdum. Ən azından o kafa dəyməsəydi, yəni ot olmuşdum ki, bəlkə vuranmasa ölməzdik də ən azından. Çünki rəqib yelək qoymamışdı məndə. Bu quş da məni görəndə kirəmədi. Nə oldusa, yaraşıma heyran qaldı əsən quş. Səsi beynimə düşübdü. UMP ilə indi görək nə edə biləcəyik. Rəqib də əsən hoqqa vermək fikirləşir. Ay qaqa, sən canı çıxmadan ora. İndi mən UMP ilə ona idi, kastayı oyun. UMP ilə mən indi uzaqdan uzağa sənin nə vurum mən buradan ora. Necə vura bilərəm? Yəni, dürbünlə də vursam, özümlə kafayı yeyə bilərəm. Həm də yelək etmə ihtimalı çoxdur. Ona görə bomba da atmaq istəmirəm inan. Oy, qəşək bir dənə 49. İndi neyini uşaqlar? Buna raşlayanmıram da UMP də indi. Baxma da, harada olsa da yerlə tarih öldürmə ihtimalı var da. Dəymir. Bu videonda bu günə görüm editləyə biləcəm bir. Editləyə bilsəm bu gün ayın 2-si. Ayın 2-sinə atmalıyam bu videonu. Alınmasa 3-sünə ata bilərəm. Amma ondan gezməncə alınmaz. Amma çox bir ihtimal 2-sini ata bilərəm. Yelək dağıdıram eləcə. Rəqib eləcə sanıram gizlənir. Sən çıxıb güllə də atmır. Məcburam indi mən onu kör eləyib başlayam. Aha, kör elədim. Konteynerin dalına girdi. Qəşək bir dənə yaxından bir dənə eğim qaldırdıq. Bir dənə 102 vurub öldürməyi bacardıq. 3-0 elədik bu arada rəqibi. Rəqib görə comeback atmaq istəyirmi, yoxsa elə video 2-3 dəqiqəlik mi olacaq? Hayır rəqib, sən bir dənə gör, bir 2 round nə edə bilirsən? Alınmasa məcburam 2-ci roundda girəm. Allah, məcburam FPS eləməyim. Çünki yuxarı çıxır, nə edeyim, qabağından mı çıxım gedim? Məcburam FPS eləməyə. Oy, uşaqlar gördünüz də, attım kafaları. Allah, konteynerin üstündən vurdum, bu başda kafayı. Toplarında falan görürsünüz də, gedən kafaları. Əladır da, UMP deqildi, normaldır, kafa gedir. Allah, ikinci oyunumuza başlayırıq. Bezdim ki, rəqib gəlir ki, 4-0-dan sonra görür ki, comeback atamayacaq, ondan sonra çıxır oyundan. Bax, nervlənirsən, Allah, görürsən rəqibi. Normal oyuncudur. Görək nə edə biləcəyik. Bir dənə üzüm biraz müşahtçılıq eləyir. Onu bir dənə vaxt eləyən kimi çıxartmalıyam. Biraz müşahtçılıq eləyir. Rəqib, nə edirsən? Sənin sürətin nədir? Amma gördünüz nə zor qalxdı eğim orada.
Oy 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 oy. Uşaqlar, satan kimi riski 30'durduq rəqibi. Həqiqətən imkan vermədi rəqib bir çox banfgüllü atsın. Satan kimi 30'durduq. Amma bizi zorlayası rəqib oxşuyur. Türkün məsəli, yəni güc baxımından deyirəm ha, yoxsa ağlınız başqa şey gəlməsin. Dəymədi, orada çox şey eləmək istəmirəm. Üstdən aşağı indi qoy başladacaq. Rəqib görsə, əlimiz yox, azmaz var əlimizdə biraz. Old şeylərdən, yəni köhnələrdən biraz var əlimizdə. Dəymir. Arxasına atmaqdan da bezdim Jiqardiyanı. Rəqib. Nə etməkdir fikrin ay rəqib? Allah, nə mən yelek qoydum rəqibdə. Nə var? Pasiyaka bax hız göstərir. Ay cın. Bu nədir Allah səncə? Abijnik qalsız. Nədir gələn gedən yerdə üz göstərir. Bu nə xəssiyyətdir bilmirsən. Pompalı mı seçək uşaqlar? Çünki bayaq da pompalı oynanmadıq, rəqib çıxdı deyə. Baxaq ən azından bu tursada görək pompalı oynaya bilərikmi? Görək nə eləyə bilirik, yuxum gəldi. Quş səslərlə falan yuxum gəldi həqiqətən. Bu videonu həqiqətən editib bu gün ata bilsəm yaxşı olar. Saat çünki birazdan çox işlərim var, çoxlu, yəni bir də axşam bəlkə evə qaydam. Bəlkə dəndus yolda yatas deyirəm ki, küçədə falan yatmayacam. Dəymədi. Nağar bu, nağar, ay qaqaş, nağarsan sən canın. Oturubsan pompanın üstündə, dap-badap nədir? Oy, bezdirdi rəqib. Zam taradı pompalı ilə, aman vermədi. İndi gör, dünyanın kaç buzaq olduğunu sana göstərəcəm. Bombamızı ataq, bilmirəm. At bunu da. Çox taramaq istəmirəm. Allah, elə çatan kimi dənə qoydum. Ölmədi də, bəxtimə baxdı, bəxtimə. Pişik kimi 9 canlıdır rəqibdir. Amma indi qabağa keçib konteynerə. İndi mən oradan gedəndə çıxacaq, bax. Hala getdi, ala bu indi. Mişə bax, 24-24'də qoydum. İndi yenə qaçdı, bax. Bezdi, bu nədir? Yenə buradan gedək. Görək nə eləyə bilirik. Bir dənə tapıb normal yerdə qoysam. Aha, indi qabağımızdan keçdi. Görüm haradasan. Rəqib. Aha, gəldi. Fırlanır, elə bir xiyardır. Bir dənə çıx qoya qarşıda. Qəşəy, inşallah qatışınca yelek kafa qarşıya bir şey yatdıq. Biz də yüzümüzü göstərdik. Niyə? Çünki bizim əlimiz armud yığmır ki, rəqib bizə yüz göstərsin, biz ona heç nə göstərməyək. Nə bilim. Bezdim inşallah. Başım getdi quşların səsindən. Yaraşığıma heyran oldu dəsən quşlar rəqib. Səslərindən durulası deyildi, səbəhdən az danışırdı, səbəhdən özü. Sabahdan az danışırdılar, biraz yelek vurdu, yaxşı oldu. Allah, dəymir də, bəxtimə bax. Rəqib, çıx görüm. Aha, bir dənə. Oy, qəşəng. Yeləkdən də taradım inşallah, çünki bu ölüm qalım məsələsi idi. Mən ona rant verməməliydim. Ən azını yaxşı comeback attım bu arada. Yəni comeback dediyim, yəni yaxşı qaytardım oradan sonra. Üstünlüyü var idi onun, amma Guardianla bir şey elədi. Oha, qəşəng vurdum. Allah, bu da yaxşı vurdu. Bomba mı atır, nağarır? Deyirəm da, sabit qalmağından bilirəm. Allah, harda tutdu bombamı? Bəxtimə bax. Gözlə, tutmur. İnşallah yeləkdən öldürdüm, yenə bəxtə bax. Üstümə çünki eləcə raşladı o. Bomba atımına bax, indi smalik falan atır. Qaqa, lazım idim sadəcə, kitini bastam. Gəl mənə ilişirsən. Axırıncı rant seçmə turda, axırıncı rant dedim, yəni Deagle. Yəni axırıncı deyil. 4-3-4-4 falan deyə bilər, amma görək Deagle'dan eləyə bilərik. Mən rəqib kimi tariyası deyiləm. Ehtiyac yoxdur bizə, udursaq belə mən tariyası deyiləm onu. Yəni 4-4'ü demirəm, 4-4 ons hoqqa verəcəm. Ons, yəqin ki bundan da 5-2 eləyərəm. Dəymədi, çox səhv elədim orada. Yenə çox səhv elədim, yelək dağıtım eləcək. Sən can gözlə bir dənə kit basaq. Kişdi eləmə. Ay xiyar, kişdi eləmə da, get kişdini bas. Ay billət. Belə olanda bax, indi neyini yəsən, buna bax, gördün mü? Ot gedən kimi gördü, kit basıram, gəldi yeləyimi dağıtdı. İndi mən də sənin ağzını dağıtacam Deagle'la, gözlər. Çıx gördüm qabağıma, haradasan? İndi mən raşlamayacam, səni minəcəm mən. Buna bax, gör hardan haraya vurdu məni. Kafa falan yiyərik.
Ona görə çox banmaq istəmirəm. Yəni raşdayıq, xeyri yoxdur. Gəl görüm ay, qorxanın uşağı olmur. 40 vurdum yenə yenəcə yelək döşürük bu arada. Dəymədi. Yəni də bura buz. 3 dənə buzumuzdan biciyi qaldı. Yenə dəymədi arxasına. Valla bu nə bəxti. Ona bax. Nervimə işləyirsən ha. Xəbərin olsun ki 4-4'dür şotumuz. Xəbərin olsun ki şotumuz 4-4'dür. Yəni sən istəyirsən, yəni necə başa salım ala? İstəyirsənsə Deagle-ın pro oyuncusu ol. İndi 4-4'də gör səni UMP pompalı qardaşları nə edəcək? Fikirləşdə indi. Mən də bunu atacağım qabaqla. Tut bunu. Başlayırım görək. Orada da pusur, o da orada pusur. Allah bu neydi? Üstüme raşladı bir tane bot. Değmedi. Yaxtıma baxsanıza. Bir dənə görüm bura. Yenə değmedi, o tarafa geçti. Raşda. Oba. Всё. Verdik yolladık uşaqlar. Başa düşdünüz, əlinə verdik yolladık. Gördün, gəl nə yüz göstərdin? Ged işinlə məşğul ol deyir. Tavuklar deyir, çiçək əllərində poğaça mal deyim, yüzmə bilmiyorsun, nə gəziyor nasda. Yəni nə dəxli var idi, sözüm də bilmədim. Hər neysə. Bunları da götürək bir dənə tez. Всё. İndi bir dənə də girək uşaqlar, hassasiyyətimizi sizə göstərim. Hər neysə uşaqlar, bu videodan bu qədər idi. Bir sonraki videoda görüşmək üzrə. Özünüzə yaxşı bakın, kanala abunə olub dostlarınızla paylaşmağı unutmayın. Sağ olun, salamat qalın.